Bakıda ilk dəfə bir olay olacaq. Nəsə yerini dəyişəcək. İnsanlar yox, mebel yox, hər hansı başqa bir əşya yox. Bütöv bir bina. Qış parkının salındığına görə Füzuli və Rəsulrıza küçələrinin kəsişməsindəki qədim bina yerini dəyişərək nə az nə çox, düz 15 metr geri çəkiləcək. Məsuliyyəti Hollandiya şirkəti Brezer öz üstünə götürüb. Aylar öncədən sakinlər köçürülməyə başlanıb. Köç başa çatıb. Binanın köçürülməsinə, daha doğrusu sürüşdürülməsinə hazırlıq da artıq bitməkdədir. Sürüşdürülmə aprelin son günlərində gerçəkləşdirilə bilər. Bu ayın sonuna Allah qoysa yekunlaşdıracağıq. Heç bir təhlükəsiz Allahın köməyi ilə bunu yerinə çəkəcəyik. Hələ baş verməyən olay vaxtilə mübahisələr doğurmuşdu. Binanın monolit olmaması, yəni ləngərli biçimdə tikilməməsi sürüşməni mümkünsüz edirdi. Çıxış yolu aranmağa başlandı. Hesablamalar aparıldı. Çox gözlənilən tapdım cavabını Hollandlar söylədi. Təbii ki, son cavabı qədim tikilinin özü söyləyəcək.